junior developerlər 50 min 60 min euro arası maaş alırlar. Böyük bir risk alıb Almaniyaya köçdüm. Mühit çox relaxdır bunun üçün. Yəni kimsə başında durmur ki, bu qədər az işlədim, bu qədər çox işlədim. Obyekt yönlü proqramlaşma ilə tanış idim. Bu zaman qarşıma Matrix çıxdı. Bir neçə ay davam elədi ki, mən reject aldım, yenə apply elədim, reject aldım, yenə apply elədim. AI-ın hansısa toollarından istifadə edirsinizmi? İşlərimizi itirəcəyimi? Hamıya salam. Matrix Akademi olaraq podkast çəkilişlərinə start veririk. Bugünkü podkastda qonağımız hal-hazırda Almaniyada Middle Software Engineer olaraq çalışan Matrix Akademi məzunu Emil Mirzazadədir. Xoş gəlmisiniz Emil. Xoş gördük Nigar xanım. Təşəkkür edirəm dəvətiniz üçün. İlk öncə özünüzlə bağlı olaraq məlumat verərdiniz zəhmət olmasa Emil. Okay, mən Emil, 24 yaşım var. 5 ilə yaxındır ki, artıq software engineer kimi fəaliyyət göstərirəm. Hal-hazırda Almaniyanın Hanover şəhərində yaşayıram və burada Amerika əsaslı bir şirkətdə Middle Software Engineer kimi fəaliyyətimə davam edirəm. Emil, ümumiyyətlə necə oldu ki, IT sahəsində karyera qurmaq qərarına gəldiniz? Bu uşaqlıqdan mı arzu idi, yoxsa necə? Okay, əslində bu maraq məktəb illərinə gedib çıxır. Hələ məktəb illərindən texniki fənlərə çox böyük marağım var idi və gördüm ki, bunlar məndə çox yaxşı alınır. Ona görə də universitet seçimlərində bunu nəzərə almışdım və kompüter elmləri ixtisasına başvurmuşdum. Universitetə başlayandan sonra da proqramlaşma dilləri ilə maraqlanmağa başladım və hələ low level proqramlaşma dillərindən təcrübə yığmağa başladım. Alqoritmik tapşırıqlar həll etməyə başladım və belə-belə özümü inkişaf etdirməyə çalışırdım. Məsələn, hansı dilləri öyrənirdiniz? Hansı dillərdən başladınız? Əslində universitet ilk başladığı dövrdə low level dillərdən başladıq. C++ dillərində alqoritmik tapşırıqlar həll eləyirdik və proqramlaşmanın əsaslarını öyrənirdik. Amma bir müddət keçdikdən sonra gördüm ki, bunlar bəs eləmir. İrəli getmək üçün və yaxşı karyera qurmaq üçün mən daha çox texnologiyalar öyrənməliyəm. Buna görə də obyekt yönümlü proqramlaşdırma ilə maraqlanmağa başladım. Artıq birinci kursun sonunda mən müəyyən biliklərə yiyələnmişdim. Müəyyən yarışlarda iştirak eləyirdim və obyekt yönümlü proqramlaşma ilə tanış idim və bu zaman qarşıma Matrix çıxdı. Matrixdə C# proqramlaşdırma ilə məşğul olmaq qərarına gəldim və Hilal müəllimlə tanış oldum burada. Deyərdim ki, mənim düzənli karyera yolum məhz buradan başladı. Çünki buna kimi mən hər şeyi yoxlayırdım. Front-end, back-end, DevOps, hər şeydən biraz məlumat toplamışdım və bu məni çox irəliyə aparmırdı. Çünki düzənli bir roadmap yox idi. Amma Matrixdə başladıqdan sonra mən artıq bir struktur üzərindən gedirdim və suallarıma daha asan cavab tapa bilirdim müəllimin vasitəsilə. Sürətli şəkildə inkişaf etməyə başladım və ikinci kursun sonunda Matrixi bitirən zaman, hətta bitirməmişdən qabaq mən təcrübə proqramına qəbul oldum və buradan karyeram davam eləməyə başladı və yavaş-yavaş yüksəlməyə başladı. Çox vaxt yeni başlayanlar üçün, ümumiyyətlə karyera qurmaq istəyənlər üçün ən çətin məqam sırf o iş tapmaq prosesi olur. Necə oldu yəni o proses, yəni ilk işi tapmaq, onunla bağlı biraz məlumat verərdiniz zəhmət olmasa? Bəli, bu biraz çox ağırlı-acılı prosesdir. Öyrəndikdən sonra iş tapmaq. Hamımız bu çətinliklərdən keçirik və ən əsası bu prosesdə ruhdan düşməməkdir və davamlı müraciət eləməkdir. Çünki rədd cavabları mütləq ki olacaq ki, biz gələk hansı bir nəticəyə çıxaq. Müsahibələrə psixoloji cəhətdən hazırlaşmaq ən azından texniki biliklər qədər önəmlidir. Mən əvvəllər bu biliklər məndə yox idi, amma yadımdadır bizim Matrixdə bəzi təlimlərimiz olurdu HR-larla və oradan qazandığım biliklər mənə kömək eləyirdi ki, mən intervyuda daha rahat olum və özüm olduğum kimi təqdim eləyə bilim həyəcanlanmadan. Biz buna hətta bütün tələbələrə deyirik, təkcə texniki bilik həqiqətən kifayət eləmir. Paralel soft skills, müsahibədə iştirak, ümumiyyətlə uğurlu müsahibə texnikalarının bacarıqlığını bilmək, yiyələmək çox önəmlidir. Çünki bəzən olur ki, bəli, elə tələbələr məsələn ümumiyyətlə təhsil alırlar, çox yaxşıdır, amma iş tapmağa çox çətinlik çəkir. Çünki soft skills-da çətinliyi var. Yəni izah, özünü təqdim etmək. Çünki HR-lar və ya da ilkin mərhələdə texniki mütəxəssislər sırf birinci təqdimata baxırlar ki,
namizəd biliklərini nə qədər nümayiş elətdirə bilir. Çox önəmli bacarıqdır bu. Yəni buna sahib ola bilmək. Biz matematik saytdan bütün tələbələrə deyirik ki, yəni başladığınız zaman texniki öyrənirsiniz, amma paralel mütləq şəkildə soft skills-larda inkişaf elətdirin. Emil, bildiyim qədərilə siz elə Azərbaycanda olanda paralel remote da çalışırdınız. Hal-hazırda yeni başlayanların, öyrənmək istəyənlərin ümumiyyətlə əsas hədəflərindən biri də remote iş tapmaqdır. Bəs buna necə oldu ki, keçid elədiniz? Necə tapdınız? Ümumiyyətlə rahat oldumu o remote işi tapmaq? Onunla bağlı istəyirsiniz fikirlərinizi, təcrübələrinizi bölüşərdiniz bizlə. Əlbəttə. Artıq 1 il idi ki, Azərbaycanda proqramçılıq fəaliyyət göstərirdim və maraqlı nəsə axtarırdım. Daima axtarışdaydım. Yeni texnologiyalar axtarışında, yeni nəsə öyrənmək axtarışında və görürdüm ki, bir dalğa yaranmışdı. Ətrafımdakı dostlarım xaricdə iş tapırdılar və bu da mənə böyük bir motivasiya oldu ki, dostlarım eləyə bilirsə, niyə də mən eləyə bilmərəm? Mən də müraciət etməyə başladım. Təbii ki, əvvəldə alınmırdı. Bir neçə intervyulara girirdim, kəsilirdim. Dil bariyeri var idi. Baxmayaraq ki, mən bakalavr ingilis dilində təhsil almışam, intervyuda işlətdiyimiz ingilis dili tamamilə fərqlidir. Orada rahat texniki biliklərimi istifadə eləmək tamamilə fərqlidir. Ona görə biraz vaxt aldı mənim üçün. Bir neçə ay davam elədi ki, mən reject aldım, yenə apply elədim və sonunda nəhayət ki, bir şirkətə qəbul ola bildim. Avropa əsaslı bir şirkət idi və çox yaxşı bir komandamız var idi. Yadıma gəlir ki, o komandada bir neçə Microsoft MVP iş yoldaşım var idi və onlar mənim inkişafımda çox böyük rol oynadılar. Onlarla işləmək, onların təcrübəsindən yararlanmaq mənə çox kömək oldu. Emil, biraz da Avropada olan iş təcrübələrinizdən danışardınız. Necə oldu ki, ümumiyyətlə Avropada ilk işə müraciət elədiniz, tapdınız? Bununla bağlı olaraq bilmək istəyərdik. Qarşılaşdığınız ümumiyyətlə bariyerlər, çətinliklər, keçdiyiniz yol. Bəli, əslində mən bir müddət remote işlədikdən sonra yenə gördüm ki, nəsə çatmır. Çünki bütün gün evdə idim. Komanda yoldaşlarımın üzünü heç vaxt görməmişəm və bu məni sıxmağa başladı bir müddətdən sonra. Ancaq bir otaqda oturub işləmək. Əslində düzü bir dəfə görüşmüşdük. Work Together Week olmuşdu iş yoldaşlarımla Türkiyədə. Bir həftəlik biz bir yerə toplaşmışdıq və orada bir yerdə işləmişdik. Mən bir ildən sonra məhz orada iş yoldaşlarımın üzünü görmüşdüm. Hər gün danışdığım adamların üzünü ilk dəfə orada görmüşdüm. Çox maraqlı idi. Və mən düşündüm ki, mən artıq daha da irəli gedib Avropaya relocate etmək, orada işləmək istəyirəm. Və Avropada da bizim hamımızın ən çox diqqətini çəkən ölkələrdən biri məhz Almaniyadır. Ona görə mən Almaniyada işləməyə qərar verdim və böyük bir risk alıb Almaniyaya köçdüm. Ümumiyyətlə ilk belə deyim iş yerinə, iş təcrübəniz Almaniyadan oldu, yoxsa daha əvvəl başqa bir ölkədə? Xeyr, əslində bu indi hal-hazırda çalışdığım iş 3-cü iş yerimdir. Bu remote işdən sonra məhz burada işləməyə başlamışam. Keçid mərhələsində çox böyük risk almışdım əslində. Çünki Almaniyaya birbaşa getmək sözün açığı biraz çətin səslənirdi, çətin görsənirdi mənə. Ona görə fikirləşdim ki, mən ilk olaraq gedib təhsil alacağam, ondan sonra iş tapacağam. Belə də etdim. İşimdən ayrılmaq qərarı verdim. Nə qədər çətin olsa da, nə qədər də yaxşı komandada olsam da o qərarı verməli idim. Çünki inkişaf eləmək üçün nələrisə qurban verməlisən. Və belə də etdim. Almaniyada məktəbə qəbul oldum. Bu məktəb çox xüsusi məktəb idi. Çünki burada biz tam praktiki yollarla dərs alırdıq. Mühazirələr yox idi və biz sadəcə proyektlər üzərindən biliklərimizi inkişaf elətdirirdik və çox gözəl bir community'miz var idi. Burada təhsilimi davam etdirdim bir müddət və sonra yenə də iş axtarmağa başladım təbii ki. Və burada başladı çətinliklər. Çünki mənim alman dili biliyim 0 idi və bu iş axtarma prosesində çox önəmli faktorlardan biri idi. Yadıma gəlir, mən sayını itirmişdim. Yəni işə müraciət etdiyim yerlərin sayını itirmişdim. 200, 300 application, amma heç birindən geri dönüş almırdım. Müsahibə mərhələsində geri dönüş almırdınız yoxsa? Heç müsahibə mərhələsində. Maraqlısı odur ki, mən ümumilikdə 3 müsahibə mərhələsinə dəvət almışam və 3 offer almışam. Yəni bu göstərir ki, texniki biliklərim tam yetərli idi bunun üçün. Yəni girdiyim bütün intervyulardan offer almışam. Amma ora çatmaq çox çətin idi.
Bəs nələr yox idi ki, sizdə CV-də, belə deyək də, sizcə, yəni hansı çatışmazlıqlar var ki, siz onun üzərində işlədiniz və ondan sonra alındı? Mən demək olar ki, hər reject aldıqdan sonra CV-mə nəyisə əlavə eləyirdim. Bəlkə bu yaxşı deyil, bəlkə bu daha yaxşı olar. Analiz eləmək. Analiz eləyirdim və Almaniyada artıq işləyən həmvətənlərimizə yazırdım. Onlardan məsləhət alırdım ki, nə səhv ola bilər, nə səhv görürsüz, nəyi inkişaf elətdirə bilərəm. Onların LinkedIn profillərinə baxırdım və belə yeniliyə inkişaf elətdirə axırda deyərdim ki, ideal bir səviyyəyə gəldi. Ümumiyyətlə müsabiqəyə qəbul olanda alman dilini də həll etmişdiniz? Yəni alman dili Xeyr. Çünki alman dilini həll etmək o qədər asan deyil. Mən Almaniyaya keçəndə heç bir dil biliyim yox idi almancadan. Şans az olsa da var. Məsələn, indi işlədiyim şirkət Amerika əsaslı şirkətdir və onlar üçün alman dili biliyi o qədər də önəmli deyil. Onlar tək ingilis dili ilə kifayətlənirlər. Amma onları tapmaq çox vaxtımı və enerjimi almışdı. Yəni şirkətlərin əksəriyyəti böyük ehtimal ki, alman dili tələb edir. Deyərdim ki, alman dili biliyinin olması texniki biliklərin olması qədər vacibdir Almaniyada iş tapmaq üçün. Yəni şansımızı 1-ə 5 artırır. O zaman hədəfi gələcəkdə Almaniyada olan bir növ tələbələr, şəxslər paralel olaraq texniki biliklər, ingilis dili, həm də alman dilində mütləq şəkildə öyrənməlidirlər ki, ən azından bu müsabiqələrdə daha rahat keçə bilsinlər. Bəli. Əslində bu alman dilini bilmək təkcə iş üçün, təkcə intervyular üçün yox, həm də sonrakı həyat üçün bizə çox kömək olur. Çünki gündəlik həyatda dili bilməyəndə istər-istəməz insan əzab çəkir, yəni gündəlik həyatda. Ümumiyyətlə Almaniyada belə deyək, iş rejimi necədir? Yəni hibriddirmi, yoxsa 9-6-dırmı? Yəni iş saatları olsun. Bu düşünürəm ki, çoxlarına maraqlıdır. Çünki müqayisədə yerli bazarla, Azərbaycanla, yəni nə kimi fərqləri görmüsüz iş saatlarında, iş rejimlərində? İş saatları əslində çox fleksibeldir. Hal-hazırda biz hibrid modda çalışırıq. Yəni əslində iş saatları 35 saat həftəlik, günə 7 saatdır. Və tracking çox olmur. Yəni istənilən vaxt istədiyin yerdən çalışa bilirsən və istədiyin vaxt deyə bilirsən ki, məsəl üçün mən 2 saatlıq fasilə götürürəm, bir appointmentə gedəcəm, qayıdacam və bu çox relax, mühit çox relaxdır bunun üçün. Yəni kimsə başında durmur ki, bu qədər az işlədim, bu qədər çox işlədim. Yəni ki, önəmli olan deadline-lara görə bəli, əsas baxırlar ki, sən işi təhvil verə bilirsənmi, yoxsa yox. Okay. Bəs maaşlar necədir? Junior və ya da pozisionlara görə necə dəyişir? Başlanğıc olaraq belə deyək. Maaşlar əslində şirkətdən şirkətə çox dəyişir. Məsələn, Almaniya əsaslı şirkətlərdə nisbətən daha aşağıdır, nəinki Amerika əsaslı şirkətlərdə. Amma nümunə olaraq bir range verməli olsaq, junior developerlər 50 min evrodan başlayaraq 50 min 60 min evro arası maaş alırlar. Middle developerlər 60-75 min arası. Seniorlar artıq 80 min və yuxarı davam eləyə gedir. Yəni təcrübə artdıqca arxitekt levelinə keçirsən və yavaş-yavaş alt rəqəmlərə gəlib çıxır. Okay. Bir də ümumiyyətlə belə deyək, müqayisə eləsək yerli və qlobal bazarı nə kimi fərqlər var? İş rejimlərindəmi deyim, iş strukturlarındamı, yəni nə kimi fərqlər müşahidə eləmisiniz? Çünki siz burada da çalışmısınız, həm də xarici bazarda o təcrübə əsaslanıb, yəni nəyi bizlə bölüşmək istəyərdiniz? Əslində müqayisə eləmək çox çətindir mənim üçün. Çünki Azərbaycanda işlədiyim şirkət startap idi. Əslində ikinci işlədiyim yer də startap idi, amma hal-hazırda işlədiyim yer korporativdir. Mən deyərdim ki, daha yaxşı fərqini deyə bilərəm korporativlə startapın. İlk işlədiyim yerlərdə belə idi ki, mən istənilən şeyi eləyə bilərdim. Heç kim mənə limit qoymurdu ki, sən bunu eləyə bilərsən yoxsa yox. Yadıma gəlir ki, biz nəyisə productionda fix eləyirdi ya da productiona deploy eləyirdi. İndiki yerdə mümkün deyil. Yəni mərhələlər var. Test mərhələsi var. Növbəti mərhələdə kimsə bunu review eləməlidir. Deploymenti başqası eləyir, digər stage-ə başqası deploy eləyir. Yəni bunlar çox fərqlidir. Ona görə mən fikirləşirəm, yaxşı ki, mən startapdan başladım. Çünki orada mənim üçün bir mühit var idi ki, mən öyrənə bilim, yəni özümü inkişaf elətdirə bilim. Və daha bir fərq odur ki, startaplarda nəyisə tətbiq eləmək istəyiriksə, yeni nəsə funksionallıq gətirmək istəyiriksə, bizdən gözlənilən odur ki, biz onu özümüz heç bir kömək olmadan eləyək və bəzən heç onu bizə kömək eləyə biləcək adam belə yoxdur. Amma korporativdə isə bu tamamilə fərqlidir. Mən şoka düşmüşdüm ilk dəfə işə başlayanda.
Mənim üçün mentor ayırmışdılar ki, o mənə bir-bir hər şeyi izah eləsin və bir-bir KT session deyirlər, knowledge transfer sessionlar olurdu ki, hər mövzu üzrə spesifik bir developer mənə izah eləyirdi ki, burada necə işləyir, burada proses necə işləyir, nədir və bu mənə çox qəribə gəlmişdi ki, startapda biz hər şeyi yabanı yolla həll eləyirdi və özümüz buna həll yolu tapırdıq. Bir də Emil, Almaniyada qalmaq, yaşam, bu kimi prosesləri, belə deyək də, sənədləşdirmə və s. viza, bu kimi prosesləri sırf qəbul olduğunuz şirkət mi həll elədi, yoxsa necə keçdi o prosesdən yəni? Mən deyərdim bu biraz 50-50 oldu. Əslində işə qəbul olduğum zaman şirkət mənə onboarding specialist ayırdı və o mənə hər mövzuda kömək eləməyə çalışırdı. Suallarım olduqda ondan soruşurdum və istədiyim sənədləri mənə hazırlayırdı. Amma ümumilikdə deyərdim ki, viza məsələsi, iş icazəsi bəlkə də prosesin ən asan hissəsi oldu. Çünki Almaniyada bu dəqiqə çox böyük tələbat var işçilər üçün, high skilled workers üçün. Ona görə də viza almaq prosesi çox rahatdır. Mən məsələn Blue Card vasitəsilə getdim. Blue Card'ın bir neçə şərtləri var onu almaq üçün. İlk şərt odur ki, bizim bu sahə üzrə universitet diplomumuz olmalıdır, bəli. Direkt bağlı olmalıdır işimiz və universitet diplomumuz. Yəni eyni əlaqəli sahə olmalıdır. Eynən, bəli. Və bir threshold var ki, maaş bundan yuxarı olmalıdır. O hər il dəyişir, amma mən apply eləyən il 50 min evrodan yuxarı belə bir threshold var idi. Bunları ödədikdən sonra Blue Card'a müraciət eləyirik və bunun cavabı çox tez çıxır. Yəni bir həftə, 2 həftədən sonra artıq bizim Blue Card'ımız hazır olur və işləməyə başlaya bilərik. O baxımdan proses çox rahat keçmişdi. Bir də Emil, siz backend development sahəsindəsiniz. Ümumiyyətlə Almaniyada daha çox hansı sahələr, proqramlaşma geniş sahədir. Yəni sizcə proqramlaşma dilləri olaraq hansı istiqamətlərdə daha çox tələbat var? Obyekt yönümlü dillər həmişə ən çox tələbatda olan dillərdəndir, ən azından mənim gördüyüm qədərilə. Biz hal-hazırda C# dilindən istifadə edirik əsas olaraq. Digər dillərdə istifadə olunur, amma əsas software C# üzərində qurulub. Əlavə məsələn, sırf siz backend-dəsiz, daha çox yəni backend yönümlü məlumat verə bilərsiniz, amma bilmirəm, front-end olsun, data sahəsi olsun, bu qismləri, bəs nələri müşahidə eləmisiniz? Yəni tələbat var orada da, yoxsa necə? Bəli, hətta mən deyərdim ki, mənim işlədiyim şirkətdə belə bu dediyimiz bütün sahələr üçün tələbat var. Çünki çox böyük şirkət olduğu üçün biz müxtəlif layihələrdə işləyirik. Hamısı internal layihələr olsalar belə yenə də müxtəlifdirlər və stacklər müxtəlifdirlər. Və hətta bizim üçün şans var ki, biz istədiyimiz zaman layihəni dəyişib eyni şirkət daxilində digər stackdə də təcrübə toplayaq. Məsələn, mən hal-hazırda yeni başlayan bir proyekt üzərində işləyirəm və burada biz Angular istifadə eləyirik və burada mən öz biliklərimi inkişaf elətdirirəm. Bizdə hal-hazırda Azərbaycanda məsələn junior kimi işə qəbul middle-dan seniorda daha biraz çətindir. Çünki yəni daha çox axtarılır middle və seniorlar, daha belə təcrübəsi olan mütəxəssislər. Bəs ümumiyyətlə Almaniyada necədir? Junior kimi işə başlamaq rahatdırmı, yoxsa çətinlikləri mi var? Bundan istəyərdim, danışasınız biraz. Mən deyərdim ki, daha rahatdır. Çünki mənim yadıma düşür o illər, nə vaxt ki, mən özüm internship axtarırdım Azərbaycanda. Orada bizdən gözlənilən o idi ki, biz artıq hər şeyi özümüz eləyə bilək. Amma Almaniyada bu biraz başqadır. Onlar sizdən basic bilikləri bildiyiniz halda artıq sizi öyrətməyə hazır olurlar. Maraqlı bir fakt, yaşda ən balaca mənəm bizim komandada və universitetlərdən bizə tələbələr, internlər gəlir. Onlar gəldikdə bizim menecer hamısını mənə yönləndirir. Çünki deyir ki, sizin yaşlarınız uyğun gəlir və siz bizi daha yaxşı başa düşərsiniz deyə mən onlara təqdim edirəm. Biz nə işləyirik, nə eləyirik və baxıram ki, bəziləri heç yəni GitHub-ı çox yaxşı istifadə edə bilmirlər və orada gəlib öyrənirlər. Bu tamamilə normaldır orası üçün. O baxımdan düşünürəm ki, orada nisbətən daha asandır.
Çünki bizə biraz tələblər çoxdur və ya da tam junior deyil, strong junior axtarırlar. Ona görə biraz mən deyərdim ki, təcrübə proqramları və s. çox olmağına baxmayaraq bizə də yəni var şirkətlər açırlar, özəl və ya dövlət qurumlarında olur, amma biraz daha çətin başlayırlar, yəni çətinlik çəkirlər başlamağa və şirkətlərin daha çox tələbi olur bizə middle, senior, bu yönümlü, biraz təcrübəsi olan istiqamətdə. Okay, bir də belə bir sual vermək istəyirəm. Süni intellekt hal-hazırda o dövrdə yaşayırıq, AI. Sizdə nə dərəcədə tətbiq olunur ümumiyyətlə, AI-ın hansısa toollarından istifadə eləyirsinizmi? Bunu bilmək istəyərdim. Çox maraqlı mövzuya toxundunuz. İşlərimizi itirəcəyimi. Əslində yaxın müddət əvvəl bizdə yeni bir texnologiya təqdim olundu. GitHub Copilot adlanır. Bizim şirkət onu bütün developerlər üçün aldı və hamımızın onun aksesi var. Və deyərdim ki, mən gündəlik onu çox istifadə edirəm və işimi çox yüngülləşdirir. Onlar bizim işimizi götürəcəkmi? Deyərdim ki, yox. Çünki hələ də bizim onların verdiyi cavabları daha yaxşı etməyə ehtiyacımız var. Çünki oradan ideyanı biz verməsək, o bizə heç nə verə bilməz. Düzgün promptu qeydləmək və s. Bir də məncə AI-ın verdiyi promptda düzgün şəkildə öz kodumuza, öz proyektimize tətbiq eləyə bilmək. Bu düz experience da tələb eləyir. Eynən. Və mənim gördüyüm qədərilə software engineering artıq o yerə gedir ki, bir fərq var da software engineering, software engineer və software developer. Software developerlərin işini götürə bilər AI, amma software engineerlərin işini heç vaxt götürə bilməz. Çünki biz bütün sistemi başa düşməliyik və bunun üzərində qurmalıyıq hər şeyi. Və bunu başa düşdükdən sonra AI bizim toolumuza çevrilir və o bizi heç vaxt əvəz eləyə bilməz. Software engineer və software developer-a toxundunuz. Bizdə demək olar ki, ikisi də çox vaxt eyni, məsələn, universitetlər olsun və yaxud da iş yerləri olsun, bəzən eyni kimi qəbul edilir. Düz hər yerdə yox təbii ki. Və ya yeni başlayanlar bunların fərqini bilmirlər. Çox vaxt ki, ikisi də eyni şeyli proqramçıdır. Siz biraz məlumat verə bilərsiniz, ümumiyyətlə fərqləri nədir bu iki sahənin? Deyərdim ki, software developer və ona verilən tapşırıqları yerinə yetirir sadəcə. Başqa heç nə ilə işi yoxdur. Amma software engineer daha yüksək səviyyədir. Hansı ki, software engineer daha yaxşı həll təklif eləyə bilir və problemə başqa bir bucaqdan baxa bilir. Məsələn, bizim işlədiyimiz domen neft-qaz qurğularının proqramlaşdırılmasıdır. Software engineer olmaq üçün bu şirkətdə işləyirsənsə, sən bu domeni də bilməlisən. Yəni sən sadəcə business skills, proses, həm biznes, həm proses, yəni daha çox şaxəli biliklərin olmalıdır. Yəni daha geniş biliklərin olmalıdır ki, sən software engineer ola biləsən. Software engineerlərin işi deyərdim ki, daha safedir. Çünki AI bizi əvəz eləyə bilməz. Software developer AI asanlıqla əvəz eləyə bilər. Yəni çünki gündəlik işimizdə GitHub Copilot istifadə edirik biz və burada həmin tapşırıqları GitHub Copilot vasitəsilə tezliklə görə bilirik. Amma bütün o prosesi başa düşmək, yeni həllər təklif eləmək, yəni o qədər spesifikdir ki, bizim problemlərimiz. Hansısa AI-ın onu eləməyi üçün biz yəni o dərəcədə bir prompt yaza bilmərik ki, ona o həll yolu versin. Nə qədər də möhtəşəm prompt yazsaq, AI onu həll eləyə bilməz. Yəni, çünki çox spesifikdir, yəni domeninə uyğun. Sizcə yerli tədris mərkəzlərinin verdiyi təhsil ümumiyyətlə qlobal bazarda tələbləri nə dərəcədə qarşılayır? Bununla bağlı olaraq da istəyərdim fikirlərinizi bilim. Mən deyərdim ki, böyük ölçüdə bəli, qarşılayır. Çünki mən təhsilin əsas hissəsini, böyük hissəsini Azərbaycanda almışam və xaricə köçdükdən sonra beynəlxalq komandalarda işlədikdən sonra heç də komanda yoldaşlarımın geridə qaldığımı görməmişəm. Və bu da onu göstərir ki, burada aldığım bilik əslində kifayət idi. Ona görə deyərdim ki, öyrəndiyimiz silabus əslində tam düzgündür. Bizim eləməli olduğumuz şey onu dərindən öyrənməkdir. Yəni çox texnologiyaya qaçmayıb da o əsasları, basicləri tam dərindən öyrənməkdir. Çünki sözün açığı təzə bir işə, təzə bir şirkətdə işə başlayanda onsuz da oradakı stəki sən yenidən öyrənməlisən və sən əsasları o sıfırdan başladığın o basicləri yaxşı biləndən sonra o yeni stəki öyrənmək 1-2 gün alır yəni. Okay. Ümumiyyətlə hansı bilikləri daha çox təkmilləşdirməyə diqqət etməlidir sizcə ümumiyyətlə qlobalda iş tapmaq istəyən gənclər? Mən deyərdim ki, problem solving bacarıqları ən başda durur və bu bacarıqları bildikdən sonra
inkişaf eləmək daha yaxşı olur və çünki sən bir problemlə üzləşdikdə ruhdan düşmürsən, sona kimi gedirsən və belə sən artıq daha güclü mühəndis olursan. Bəs ümumiyyətlə alqoritmik bacarıqlar necə? Yəni bunlar nə dərəcədə önəmlidir Çox önəmlidir deyərdim ki, biz təzə başlayanda bunu görməzdən gəlirik, amma daha irəli səviyyəli, daha yüksək səviyyəli şirkətlərə getdikdə, daha böyük layihələrdə işlədikdə onun fərqinə vardım ki, əslində onlar önəmli idi. Onlar boşuna deyildi. Sadə web proyektdə təbii ki, biz web sayt qurduqda təbii ki, biz bu alqoritmik bacarıqları çox istifadə eləmirik. Amma məsələn, indi işlədiyim şirkətdə biz çox çətin formulalarla işləyirik və bizə time complexity, memory complexity çox önəmlidir və bunu 1 saniyə belə bizim üçün çox önəmli rol oynayır. Çünki biz çox böyük datalarla oynayırıq, işləyirik və onların ideal işləməsi üçün biz ən ideal alqoritmlərdən istifadə etməliyik və hər şeyin ən idealını yazmalıyıq ki, daha yaxşı performans göstərə bilək. Çünki işlədiyimiz domeyndən çox şey asılıdır. Məsələn, bizim indi işlədiyimiz domeyn riqlərdə, neft buruqlarında istifadə olunur və əgər bizim alqoritmimiz 1 saniyə, 2 saniyə gec işləyirsə, bu milyonlara başa gəlir şirkətlərə. Çünki onlar o neft buruğunu, yerini kirayə eləyirlər və orada itirilən hər saniyə, hər dəqiqə itirilən milyonlar deməkdir. Belə yerlərdə çox böyük önəm daşıyır. Aydın Emil, çox sağ olun, təşəkkür edirəm ətraflı şəkildə bütün sualları əhatə elədiyinizə görə. Bir daha təşəkkür edirəm dəvətiniz üçün. Çox maraqlı oldu mənim üçün də və ümid edirəm ki, dostlarımız üçün də faydalı olar. Çox sağ olun. Dostlar, ümid edirəm ki, hər kəs üçün maraqlı bir podkast oldu. Bu kimi podkastlarla tez-tez qarşınızda olacağıq. Əgər sizə də bu kimi belə deyək, təcrübələrdən yararlanmaq maraqlıdırsa, mütləq şəkildə bizi izləmədə qalın. Sağ olun. Növbəti podkastlarda görüşənədək. Sağ olun.